Məsələn, Diprosan. Qəzet çıxardırsınız. Bu nədir? Bu qədər izahat olar, sicilləmə izahat. Biz aptekdən dərman alanda, dərman satan qıza, oğlana dedik ki, bala başıva dönün. Bunun üstünə yaz ki, mən bunu gündə neçə dəfə qəbul edəcəm. Həm də yeməkdən əvvəl, yox da yeməkdən sonra. Ay canım, ay gözüm. Ay bu qədər sicilləmə məlumat olar. Bu ikincisidir. Dərmanla bağlı gör nələr yazıb. Bunu o xəstə oxuyandır. Deyir mənə bir balaca kağızda izahat yaz ki, mən bu dərmanın yan təsirləri nədir? Necə qəbul eləməliyəm, necə istifadə eləməliyəm və salam. Axı qədər sicilləmə izahat olmaz. Bunu kim oxuyacaq? Bu mütəxəssislər üçündür, bu həkimlər üçündür ki, istiqamət götürsünlər, o xəstəyə yol göstərsinlər. Bu lazım deyil. Vallahi lazım deyil.